Bismillah. Değerli dostlar, salam aleykum. İnşallah ki, bu günlər mən sizlə metallardan danışacağam. Daha doğrusu əsas yarımqrup elementlərindən danışacağam. Söhbət əsas yarımqrup metallarından gedir. Deməli, ümumiyyətlə gəlin birinci 4 sm cədvəlində metallar hardadır? Ümumiyyətlə metallar hardadır? Hansı mövqedədir? Necədir? Onlara bir diqqət edək. Deməli, bu da nəyə diqqət etmək lazımdır? Deməli, 4 sm cədvəlində qeyri-metallar çox az bir qismdir. Əsas elementlər metallardır. Sonra daha əlavə yarımqrup metallar elementlərinin hamısı, yəni DVF elementlərinin hamısı metallardır. Qeyri-metal yoxdur əlavə yarımqrup elementlərinin. Sonra xüsusən bu metalları öyrənməyinizə diqqət edirəm dəyərli dostlar. Bu gördüyünüz deməli 5'li 2 var. Berilyum, sink, alüminium, silitsium və polium. Bunlar amfoter metallardır. Həmçinin bunların oksidləri də, bunların deməli əsasları da amfoter xassəlidir. Dahası, əsas yarımqrupları yuxarıdan aşağı doğru keçir, metal xassəsi güclənir. Əlavə yarımqruplar isə zəifləyir, dəyərli dostlar. Bu hissəyə xüsusən diqqət edək. Dahası, metallarda deməli, kristal qəvəsində metal kristal qəvəsində metal rabitəsi olur. Bunu bir balaca açıram sizin üçün. Burada nə deməkdir? Dəyərli dostlar, metallarda kristal qəvəsinin düyün nöqtələrində metal kationları var. Baxın, metal kationlarıdır. Və bir də bunların arasında da sərbəst elektronlar var. Sərbəst elektronlar da bunların arasında belə gəzirlər. Belə deyə elektronlar vel-vel gəzirlər. Və buna görə də bu elementlər, yəni metallar adi halda elektrik cərəyanını keçirə bilirlər. Bu sərbəst elektronların sayəsində. Sonra dahası metalların plastikliyi bununla əlaqədardır. Metal atomları döyülüb yaslana bilirlər. Metal, yəni belə deyək, qeyri-metallar kövrəkdirlər. Təpəsində bir dənə vuran ki, bu qırılıb, parçalanıb, dağılıb gedirlər. Amma metallar plastikdirlər. Döyülüb yaslana bilirlər. Çünki metal atomları bir-birindən, daha doğrusu metal hissəcikləri deyim, bir-birindən ayrılanda bu sərbəst elektron tutular saxlayır ki, deyir, hara gedirsiniz. Nə qədər tamam da təzyiqə, zərbəyə dözəcək, amma bir-birimizdən ayrılanma söhbəti yoxdur. Ona görə də metallar incəlir, təpəsində döydükcə belə deyək, plastikliyin xassəsini saxlayır, incəlir, amma qırılıb getmir. Bununla əlaqədardır. Dahası, deməli, əsas yarımqruplarda, dəyərli dostlar, hidrogendən uçucu olmayan birləşmə əmələ gətirir metallar, amma əlavə yarımqruplar hidrogenlə birləşmə əmələ gətirmirlər. Yəni, hidrogenlə birləşmə dedikdə, məsələn, dostlar, belə birləşmə sizin üçün çəkim, deyək ki, kalium hidrid. Baxın, bu hidrogenli birləşmədir və uçucu olmayan birləşmədir. Və yaxud da deyək ki, kalsium hidrid uçucu olmayan birləşmədir. Bu şəkildə birləşmələri əmələ gətirirlər. Sonra dahası, əlavə yarımqruplu deməli elementlər dedik ki, hidrogenlə reaksiya daxil olmur və hidrogenli birləşmədə əmələ gətirilmirlər. Keçək növbəti məsələmizə. Əziz dostlar, təbiətdə tapılma məsələlərinə gəlincə, deməli dostlar, metallar təbiətdə sərbəst və yaxud da birləşmə şəklində rast gəlinə bilər. Təbiətdə passiv metallar, məsələn, argentum, aurum və platin, bunlar təbiətdə sərbəst formada rast gəlinən metallardır, passiv metallar. Orta aktiv metalları isə biz əsasən oksid və sulfid şəklində görəcəyik. Aktiv metalları isə oksiyeni və oksinsiz duzlar şəklində görəcəyik. Bir də nümunə deyimsə, məsələn, passiv metalları dediyimiz kimi sərbəst görəcəyik. Yəni, bu özləri şəklində görəcəyik. Orta aktiv metallar isə biz sulfidlər şəklində görə bilərik. Məsələn, deyək ki, var sink sulfid var idi. Bu şəkildə bir birləşməsi var idi. Sonra dahası, aktiv metallar isə biz deməli, oksiyeni və oksinsiz duzlar şəklində görəcəyik. Məsələn, dostlar, biz təbiətdə nə görə bilərik? Deyək ki, kalsium karbonat görürsünüz, oksigenli duzdur. Biz bunu təbiətdə görə bilərik. Kalsiumun bu birləşməsini təbiətdə görə bilərik. Və yaxud da natrum xlorid təbiətdə belə bir qalit mineralı deyə bir şey var. Gördüyünüz kimi oksigensiz duzdur. Bu şəkildə görə bilərmişik. Növbəti, dəyərli dostlar, deməli, ümumiyyətlə belə bir şey var. Filiz deyilən bir termin var. Nəymiş bu filiz? Təbiətdə, sənayedə metal olmaq üçün yararlı olan təbii minerallar filiz adlanır. Təqribən belə deyək, bir daş parçası, bir qaya parçasıdır, belə təsəvvür edin. Və bu qaya parçasından istifadə edirik, biz metal alırıq. Buna deyərlər filiz. Dostlar, sənayedə metalları almaq üçün 3 əsas üsul var. Pirometallurgiya var, sonra hidrometallurgiya var və elektrometallurgiya var. 3 dənə metod. Hidro, burada yazın bunları. Deməli, olur. Pirometallurgiya, hidrometallurgiya, bir də elektrometallurgiya.
metallurgiya, metallurgiya. Bax, belə 3 dənə metod var. Elektron biraz eybəcər yazdım, kusura baxmayın. Deməli, elektrometallurgiya. Bu 3 dənə metod var. Pirometallurgiya, hidrometallurgiya və elektrometallurgiya. Pirometallurgiya nədir? Dəyərli dostlar, burada önəmli məqam nədir? Metal oksidinin üstünə reduksiya edici gələcəksiniz. Metal alınacaq buradan. Bir də belə bir şey var uşaqlar. Reduksiya edicinin oksigen sayını bir vahid artıracaqsınız. Deməli, nə oldu? Metal oksidi üstünə gələcəm reduksiya edici, alınacaq metal və bir də reduksiya edicinin oksigen sayı bir vahid artacaq. Biz reduksiya nə deməkdir? İndi sonda dediyim o yapon sözü, indi birazdan xırdalayacağım onu. Dəyərli dostlar, yəni nə demək istəyirəm? Məsələn üçün, reduksiya edici kimi biz istifadə edə bilərik karbondan, nə bilim, dəm qazından, hidrogendən, aktiv metallardan və s. belə istifadə edə bilərik. Dəyərli dostlar, gəlin belə eləyək. Bu reaksiyanı gəlin tamamlayaq. Kuprum 2O-dan, deməli, reduksiya edici kimi karbon götürmüşük. Mən qaydada nə dedim? Dedim, metalın özü alınacaq. Yəni, burada mis alınacaq. Və bir də nə dedim? Reduksiya edicinin oksigen sayını bir vahid artıracaq. Reduksiya edicimiz karbon idi. Karbonda görürsünüz oksigen yoxdur. Onu bir vahid artırsaq CO alınar. Bax, bir vahid, bir dənə oksigen artırdım. Və yaxud da ikinci eyni şeydir. Bax, burada da ferium oksidlə dəm qazının reaksiyasından. Burada reduksiya edici kimi dəm qazı götürmüşəm. Yenə də metal alınsın, yəni ferium alınsın. Üstə gəlirəm. CO-da bir dənə oksigen var. Oksigen sayını bir vahid artırsam artıq 2 dənə oksigen olacaq. Yəni CO2 olacaq. Bitdi, bu qədər bəsitdir məsələmiz. Dostlar, pirometallurgiyada əgər mən reduksiya edici kimi hidrogen götürsəm, bu metodun xüsusi adı var. Buna deyirlər hidrogenotermiya. Bu arada pirometallurgiyanın xüsusi bir halıdır ya, hidrogenotermiya. Ayrı bir üsul deyil. Yenə də həmən məntiqdir uşaqlar. Baxın, yenə metal alıram, yəni wolfram aldım. Reduksiya edici, yəni hidrogenin oksigen sayını bir vahid artırıram. H2O deyirəm. Yəni oksigen artırdım böyrünə. Həmçinin burada da eyni məntiqdir. Dəmir alınacaq və H2O alınacaq. Reduksiya edici elə deyək ki, metal oksidindən bir dənə oksigen götürdü. Bitdi. Metalda sərbəst çılpaq vəziyyətdə qoydu. Yox, əgər reduksiya edici kimi biz alüminium götürsək, deməli, bu zaman nə edəcək? Alüminotermiya adlanır. Ümumiyyətlə, metal götürəndə metallotermiya adlanırdı və xüsusən alüminium olsa alüminotermiya adlanır. Burada da həmən məntiqdə uşaqlar, baxın, alüminiumun oksigen sayını artırıram. Alüminium 2O3, təbii ki, bir dənə belə də alüminium oksidi yalnız bu formada mümkündür və alınacaq xrom. Yazıda qalsın ki, biz aktiv metalları bu üsuldan ala bilmərik. Çünki aktiv metallardan daha güclü bir igid yoxdur ki, onları deməli oksidlərindən reduksiya edib, sıxışdırıb, çıxardıb, tullaya bilsin qırağa. Gəlsək hidrometallurgiya. Demişdik, 3 dənə metod var. Pirometallurgiya, sonra hidrometallurgiya və elektrometallurgiya demişdik. Bəs hidrometallurgiya nə idi? Hidrometallurgiya deyəndə, dəyərli dostlar, biz deməli necə? Biz metalların əsasən belə deyək duzlarına ondan daha aktiv olan metaldan təsir edəcək. Burada önəmli məqam nədir? Metal oksidi yox, metalın əsasən duzlarından istifadə edəcək. Və nə baş verir? Deməli, aktiv metal nisbətən ondan aktiv olan metalı sıxışdırıb çıxarır. Yəni, gördüyünüz üçün dəmir kuprumu sıxışdırıb çıxartdı. Burada biz aktiv metalları da ala bilmərik. Həmçinin, dostlar, aktiv metalları bu üsuldan istifadə eləmək də olmaz. Yəni, niyə deyirəm? Şagird deyir ki, ay müəllim, mümkündür. Deyirəm, bax, deyək ki, kuprum SO4 məhlul deyirik də. Məhlul nə deməkdir uşaqlar? Məhlul bunun içərisində suyun da var olduğunu göstərib amildir. Deyək ki, məsələn, mən bunun üstünə əgər, məsələn üçün, natrium atsam nə olar? Şagird deyir ki, ay müəllim, natrium kuprumu sıxışdırıb çıxarar. Yəni, reaksiya belə gedər deyə düşünür. Natrium 2 SO4, üstə gəlim kuprum. Əslində belədirmi? Xeyr, belə gedmir. Niyə? Çünki natrium deyir ki, kuprum mənim metal yoldaşımdır. Mən niyə onunla üz-göz olum ki? Hazır, mən nə edirəm? Məhlul suyu ilə reaksiya daxil olurum. Yəni, nə edir? Birinci, natrium üstə gələm HOH, buradan alınır natrium OH, üzərinə gələm H2. Tamam alındı mı bu? Ondan sonra da natrium tamamilə tükəndi, bitdi. Sonra deyir ki, natrium OH çağırır kuprumu meydana. Deyir ki, kuprum SO4, gəl bura. Gəlirlər, bunlar reaksiya daxil olur. Natrium kuprum yerini dəyişir, alınır kuprum OH 2 dəfə və alınır natrium sulfat. İndi bura bir məqama diqqət edin. Baxın, mən burada 2 dənə reaksiya baş verdi və mən burada mis ala bilmədim.
mis hidroksid aldım. Ona görə də yadınızda qalsın ki, bu üsul üçün aktiv metallar istifadə etmək olmaz. Nə də bu üsuldan aktiv metalları almaq olmaz. İndi siz şu an mənim səhərdən dediniz ki, pirometallurgiya ilə aktiv metal ala bilmədik. Nə bilim, hidrometallurgiya ilə ala bilmədik. Bəs nə ilə alaq? Hə, burada elektrometallurgiya dövrəyə girir. Elektrometallurgiya nədir? Elektroliz üsulu ilə metalların alınması, reaksiyası. Burada da əsas məqam nədir? Əgər mən aktiv metal alacamsa, yalnız ərintinin elektrolizindən istifadə edəcəm. Yəni, məsələn, baxın, natrium xlor ərintisinin elektrolizindən istifadə edilsin. Buradan alınacaq natrium və xlor. Məsələn, alüminiumun ərintisinin elektrolizi, alüminium oksid alınacaq. Alüminium və oksigen. Amma deyək ki, aktiv metallardan başqa yerdə qalan metalları fərq yoxdur. Onların deməli ərintisindən də, məhlulunun da elektrolizindən, hər ikisinin elektrolizindən almaq olar. Niyə görə mən baxın aktiv metalların yalnız ərintisi dedim? Çünki baxın, natrium xlorid üstünə gəlirəm H2O və elektroliz eləyirəm. Biz elektrolizdə bir qayda qanun öyrənmişdik ki, natrium aktivdir. Buna görə də elektrodlarda, daha doğrusu deməli nə baş verəcək? Anodda, katodda özü getməyəcək. Əvəzinə sudan hidrogeni göndərəcək, alınacaq H2. Özü qaldı, getmədi. Halogen də oksigensiz gördüyünüz kimi, bu oksigensiz turşunun duzudur deyə, daha sonra qalığıdır deyə özü qaça gedəcək. Yəni xlor alınacaq. Və nə demişdik? Elektroliz prosesində əgər görsəniz metal qalıb, əsas əmələ gələcəkdir. Yəni, buradan alınacaq natrium OH. Gördüyünüz kimi biz metal almadıq, əsas aldıq. Ona görə də biz deyirik ki, yalnız və yalnız aktiv metal istəyirsə, onun duzunun ərintisinə müraciət edəcək. Amma digər metalların, məsələn, gəlin burada məhlul verib, kuprum sulfat məhlulun elektrolizi verib, burada çox rahat bir şəkildə almaq olur. Pasiv metalda özü gedəcək, kuprum. Oksigenli turşu qalığı deyə öz getməyəcək sudan oksigen çıxardacaq. Qayda demişdik, xatırlayırsınız elektroliz bölümündə. Və turşu qalığı qalıb deyə alınacaq turşu. Bitdi. Gördüyünüz kimi biz deməli nə gördük burada? Pasiv metaldırsa, onun məhlulundan da elektrolizindən də almaq, daha doğrusu ərintisindən də almaq olar, amma aktiv metaldırsa yalnız və yalnız ərintinin elektrolizindən almaq olar. Bunu dəfələrlə vurğulayıram sizin üçün. Keçək növbəti məsələmizə. Dəyərli dostlar, ərinti səhərdən deyirik. Bəs bu ərintilər nədir? Ərinti özü bir məhluldur. 2 və daha artıq metal və burada qeyri-metallar da ola bilər, başqa hissəciklər də ola bilər ki, onların qarışığıdır. Deməli, metal və qeyri-metalın qarışığıdır. Yəni, ola bilər ki, bir növ metal olsun, bir növ qeyri-metal olsun, fərq eləməz bizim üçün. Metal və qeyri-metalın qarışığıdır. Əriyiblər, qəşə bir-birindən qarışıblar. Dostlar, əgər görsəniz, dəmir və onun ərintiləridir. Buna deyirlər qara metallar, digərləri isə əlvan metallar adlanır, belə ərintilər adlanır. Ümumiyyətlə, ərintinin möhkəmliyi, onun təşkilinə daxil olan metalın möhkəmliyindən daha artıq olur. Məsələn, poladın möhkəmliyi, polad bir ərintidir, dəmirin əsas ərintilərindən biridir. Poladın möhkəmliyi dəmirin öz möhkəmliyindən daha artıqdır. Deməli, ərintinin möhkəmliyi, onun təşkilinə daxil olan metalın möhkəmliyindən çox olur. Amma ərimə temperaturudur, elektrik keçiriciliyidir, sonra parıltısı isə onun təşkilinə daxil olan metaldan daha zəif olur. Yəni, belə deyək, poladın ərimə temperaturu dəmirin ərimə temperaturu və yaxud da elektrik keçiriciliyi və yaxud da metal parıltısı ilə əməli başda fərqlənirmiş. Dəyərli dostlar, metalların fiziki göstəricilərinə baxaq. Metalların fiziki xassələrinə baxan daha şərtdə metalların hamısı bərkdir. Bir dənə civə maye haldadır. Qalan bütün metallar dedik ki, bərk haldadır. Daha doğrusu dahası metallarda metal parıltısı var. Düzdür, bu bəzi qeyri-metallarda da var, amma əsasən metalların xarakterik fiziki xassəsidir. Metallar isti və elektriki əla keçirirlər dostlar. Metallar plastiklər döyülüb yasdılana bilirlər. Yəni, ona görə də bunlardan forma vermək olar. Bu arada ən plastik metal da qızıldır. Dahası, deməli, belə bir qayda qanunumuz var ki, əgər sıxlığı 5 qram bölü santimetr kubdan artıq olacaqsa, biz bunlara ağır metallar deyəcəyik. Bu əsasən əlavə yarımqrup metalların xarakterik xassəsidir. Yox, əgər 5 qram bölü santimetr kubdan sıxlığı az olan metallarsa, buna biz yüngül metallar deyəcəyik. Əsas yarımqrup metallara əsasən yüngül metallardır. Sonra ərimə temperaturuna gəlincə 1000 dərəcədən yuxarıda əriyən metallara biz çətin əriyən deyəcəyik. Deməli, 1000 dərəcədən aşağıda əriyənlərə isə biz asan əriyən deyəcəyik. Belə bir şey var, dəyərli dostlar. Ümumiyyətlə,
Sonra yəni əlavə yarımqrup metalları əsasən deməli çətin əriyən metallardır. Əsas yarımqrup metalları isə nə olacaq dostlar? Əsasən asan əriyən metallardır. Sonra dahası deməli sərtliyə, bərkliyə gəlincə ən bərk metal xromdur, ən yumşaq metalsa qələvi metallardır. Təsəvvür edin, qələvi metallar o qədər yumşaq, o qədər zəifdir ki, bunların deməli bərkliyi biz bunu rahat bir şəkildə bıçaqla kəsə bilirik. Təsəvvür edin. O qədər zəifdir bunların. Bir də litiumdan başqa. Sonra ağırlıq məsələlərinə gəlincə ən ağır metal osmiumdur. Ən yüngül metal isə litiumdur. Hətta litium o qədər yüngüldür ki, biz bunu deməli vazelinin istəyirik ki, vazelini də saxlayaq, daha doğrusu kerosini də saxlayaq. Bu kerosinin üstünə çıxır. Kerosində batmır. Ona görə məcbur biz bunu vazelində saxlayırıq. O qədər yüngüldür. Təsəvvür edin. Sonra ən çətin əriyən wolfram metalıdır, ən asan əriyən isə civə metalıdır. Civə artıq otaq temperaturunda əriyib, maye haldadır. Sonra dahası sıxlıq, ərimə temperaturu əsas yarımqrup elementlərinin də ümumiyyətlə əlavə yarımqrup metallarından daha aşağı olur. Sonra dahası keçək